بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Allah Azze ve Celle'nin sonsuz rahmetiyle artık Ramazan ayına girdik. Ramazan ayı Allah Azze ve Celle'nin rahmetiyle bize gelip çattı. Ve bunu nəzərə alaraq qısa bir xatırlatma etmək istəyirəm. Bu ayın əhəmiyyətini bilmək üçün bircə hədis üzərində düşünmək kifayətdir, qardaşlar. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Ramazana yetişdiyi halda bu ayda günahları bağışlanmayan kəsin burnu yerlə sürünsün. Ramazana yetişdiyi halda bu ayda bağışlanmayan, yəni Ramazanın gəlişindən, Ramazana yetişməsindən istifadə edərək, var gücü ilə ibadətlərə yönəlmədən, Allah Əzzə və Cəllə itayətə, Allah Əzzə və Cəlləyə yaxınlığa yönəlmədən, həmin ayı zay edən, Ramazana necə girmişdirsə də o şəkildə Ramazandan çıxan kəsin, günahları bağışlanmadan çıxan kəsin burnu yerlə sürünsün. Yəni Allah Resulü sallallahu aleyhi və səlləmin bir şey haqqında bəddua etməsi onun nə dərəcədə əzəmətli olduğunun göstəricisidir. Allah Resulü sallallahu aleyhi və səlləm bir şey haqqında bəddua edərsə, onun nə qədər əzəmətli, nə qədər əhəmiyyətli bir şey olmasının dəlilidir. Ramazan, əffin, məğfirətin və cəhənnəmdən xilas olmanın ən çox olduğu bir aydır. Bu ayda cənnət qapıları açılır, cəhənnəm qapıları bağlanır. Bu ayda Allah Əzzə və Cəllənin hər gecə cəhənnəmdən azad etdiyi qulları vardır. Bütün bunlar qulun ən böyük fəzilətlərə asanlıqla çatması üçün Allah Əzzə və Cəllədən bir rəhmət və neymətdir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Ramazan ayının birinci gecəsində şeytanlar və cinlərin şərliləri zəncirlənir. Cəhənnəmin bütün qapıları bağlanır. Cənnətin isə bütün qapıları açılır. Bir münadi belə səslənir. Ey xeyir istəyən, gəl. Ey şər istəyən, şərrindən əl çək. Allah Əzzə və Cəllənin bu ayda oddan xilas etdiyi qulları vardır və bu hər gecə təkrarlanır. Bu hədisi İbn-i Məcə rahiməhullah rəvayət etmişdir. Deməli, qardaşlar, kim itayətdə ciddiyyət göstərməz, Allaha ibadətdə həvəs göstərərək Allahın məğfirətini tələb etməzsə, bu ayı zay edənlərdən və zərərlə bitirənlərdən olar. Mömin bu ayda əsla zərər etməməli olduğunu, bu ayı qazancla son dərəcə fürsət bilərək, var gücü ilə axirətə azuqə toplamaq həvəsində olmalıdır. Mömin bu ayı zay edərək, Allah Resulü sallallahu aleyhi və səlləmin burnu yerlə sürünsün deyərək bəddua etdiyi kəs olmamalıdır. Ramazanın əhəmiyyətini yaxşı bilən kəs, Quranın da əhəmiyyətini bilən kəsdir. Bu ayı fəzilətli edən ən böyük səbəblərdən biri Quranın bu ayda nazil olmasıdır. Ki Allah Əzzə və Cəllə Bəqərə surəsi 185-ci ayədə bunu bəyan etdi ki, insanlara doğru yolu, hidayəti göstərən, haqq ilə batili bir-birindən ayırt edən Quran bu ayda Ramazan ayında nazil edilmişdir. Odur ki, Quranın yeri həyatında fərqli olan kəs üçün Ramazanın yeri də həyatında fərqlidir. O ayı qənimət görərək əməllərini artırır, qəlbini islah etməyə çalışır. Sələfin Ramazan ayında çox Quran oxuması, gecələri uzun qiyamda təravih namazları qılması bunun dəlillərindəndir. Ancaq qardaşlar, insanların çox azı Ramazana bu yönlə baxmaqdadır. Bizim çoxumuz Ramazan ayına sadəcə oruc ayı kimi baxırıq. Halbuki Ramazan ayı təkcə oruc ayı deyil, təkcə orucdan ibarət deyil. Əksinə, Ramazan ayı Quranın nazil olduğu, Quranın daha çox oxunmalı, əməl olmalı olduğu bir aydır. Daha çox oxunmalı və Qurana əməl olunmalı bir aydır. Bəs Ramazanı necə qarşılayaq? Ramazan gəlməzdən əvvəl Ramazana ilk hazırlaşacağımız salih əməl demək olar ki, tövbədir. İlk ən salih əməl demək olar ki, tövbədir. Çünki günahlar qulu salih əməldən məhrum edər. Şeyx Salih Əl-Usaymi, bu müasir alimlərdir, Şeyx Hüseymin deyil, yəni müasir alimlərdəndir.
Şeyx Salih Əl-Usaymi buyurur ki, Şaban ayında işlənən günahlar insan ruhuna yük olur. Belə ki, bu ruh Ramazan ayına çatdıqda zəif və yorğun olaraq çatır. Şaban ayında işlənən günahlar insanın ruhunu zəiflədir və yorğun edir. Beləliklə, Ramazan ayına günahlardan təmizlənmiş, təmiz bir qəlblə girə bilmək, onun xeyir və bərəkətindən məhrum olmamaq üçün qulun hər şeydən əvvəl tövbə ilə Ramazana qarşılaması lazımdır. Əgər belə etməsə, qulun Rəbbinə itayətə tənbəlliyi Ramazan ayında daha da artacaq və salih əməllərə qarşı böyük istəksizlik hiss edəcəkdir. Salih Əl-Hüseymi davam edərək buyurur ki, kim Ramazana ibadətlə hazırlanarsa, Ramazan ayında da o ibadətləri davam etməsi üçün Allah Əzzə və Cəllə ona yardım edər. Kim Ramazanın əvvəlini günahların və asiliklərin hamısı ilə qarşılayarsa, qəlbinə və ruhuna onu Ramazanda ibadətlərdən ayıracaq sədlər çəkilər. Şeyx Şanqitiyə sual verilir ki, ibadət mövsümlərini necə qarşılamalıyıq? Yəni, Ramazan ibadət mövsümlərindən biridir. Cavab verərək buyurur ki, ibadət mövsümlərini qarşılamağın ən xeyirli yolu istiğfarı və tövbəni artırmaqdır. Çünki qulun günahları onu Allah yolundakı nailətlərindən məhrum edir. Qulun günahları onu Allah yolundakı nailətlərindən məhrum edir. Qəlbi istiğfara davamlı olan elə bir qul yoxdur ki, o təmizlənmiş olmasın, zəifdirsə güclənməsin, xəstədirsə sağalmasın, şübhə içərisindədirsə hidayəti tapmasın, sıxıntı içindədirsə rahatlıq tapmasın. Və həmçinin bu ayı qarşılamağın ən böyük səbəblərindən, bu ayı ən gözəl şəkildə qarşılamağın səbəblərindən biri müsəlman qardaşlarınızla aranızda olan küsülülüyü, kini, küdrəti ləğv etməkdir. Bu aya girən kəs mütləq çalışmalıdır ki, müsəlman qardaşları ilə barışsın. Kimdən küsülüdürsə onunla barışsın, onunla halallaşsın. Çünki küsülülük, müsəlmanlar arasında olan küsülülük, onların bağışlanmasının, dualarının qəbul olunmasına müayinənin səbəblərindəndir. Dualarının qəbul olunmamasının, bağışlanmamasının səbəblərindəndir. Ona görə İbn Hüseymin deyir ki, iki müsəlman arasındakı küsülülük Qədir gecəsinin bərəkətinə çatmağa mane olar və aralarında kin və düşmənlik olan iki nəfər bu gecə bağışlanmaz. İki nəfər, iki müsəlman arasında olan kin, küsülülük onların Qədir gecəsinə nail olmasına əngəl olar, mane olar. Bunu nəyə əsaslanaraq deyir? Allah Rəsulü sallallahu aleyhi və səlləmin hədisinə, hansı ki Allah Rəsulü sallallahu aleyhi və səlləm Qədir gecəsinin vaxtını dəqiqləşdirmək üçün çölə çıxdı və həmin vaxtı bir müddətdən sonra geri qayıdır və deyir ki, mən Qədir gecəsinin vaxtını sizə bildirmək üçün çıxmışdım və iki müsəlmanın öz arasında mübahisə etməsi, iki müsəlmanın dalaşması, küsməsi onun dəqiq vaxtını təyin etməyə əngəl oldu. Və bu hədis həmçinin dəlildir ki, əgər iki müsəlman küsülü olarsa, Ramazan ayında küsülü olarsa, bir-birində kin güdərsə, kin üzərində Ramazanı qarşılayarlarsa, onların Qədir gecəsinə çatmasına, Qədir gecəsindən istifadə olmasına bu əməlləri mane olar. Allah Əzzə və Cəllə bizi Ramazandan və Qədir gecəsindən istifadə edən, günahları bağışlanaraq çıxan qullarından eləsin. Əmin. Sübhanəkə Allahumma və bəhəmdik. Əşhədu ən la iləhə illə ənt əstəğfiruka və atubu ileyk.